özünün təqdimatından çox şey asılıdır. Və sizin verəcəyiniz sualdan da sizin e, belə deyək də o elmi bazanın e, e, göstəricisidir. Və ona görə buradan mənim məktəb baza təhsilim baxmayaraq ki biz yeni yaranmış Azərbaycan müstəqil Azərbaycanda təhsil almışam, amma ki baza olaraq Sovet təhsilidir və Sovet təhsili bizə nəzəriyyədən başqa heç bir şey vermir. Və e, mən dediyim kimi o uşaqlıqda o beynində təsvir etmək bacarığı, hər hansı bir materialı oxuduqdan sonra onun təhlili çox böyük rol oynayır. E, Mən belə deyək də e, nəzəriyyəm çox güclüdür. Çünki harda nə var, hər bir ədəbiyyatın mütaliəsi üzərimdədir. Nəzərə alsaq ki, mənim uşaqlıq və yeniyetmə dövrlərimdə düz 23 yaşıma qədər telefon dediyimiz, kompüter dediyimiz, internet dediyimiz heç bir şey yox idi. Məktəb vaxtlarında mən bütün günü kitabxanalarda olurdum və universitetə daxil olduqdan sonra bizim belə deyək də yeganə e, bilik mənbəyimiz Axundov adına kitabxana oldu və həmişə çalışmışam ki, yeni bir nəsə bir məlumat olanda ondan uzaqda durun. Çünki elm elə bir şeydir ki, siz hətta bugünkü gündə bir həftə belə heç nə aşmasanız, heç nə belə oxumasanız belə artıq nəsə itirilmiş olur. Hər gün, hər saniyə minlərlə, 10 minlərlə məqalələr yazılır. O məqalələr linklərlə internetə yüklənilir və bugünkü gündə fiziki olaraq nə isə oxumamaq bu normal bir şeydir. Çünki bugünkü gündə informasiyanın bolluğunda hələ çalışmaq lazımdır ki, bu informasiyanı doğru qəbul edib və onun doğru təhlilini aparasan. 2012-ci ildə belə deyək də mənim praktik olaraq nəzəriyyəm sıfır olduğu halda o vaxtı Applied Biosystem Amerika şirkəti var idi. Applied Biosystem 81-ci ildə ABŞ-da yaranıb və ilk real-time PCR cihazlarının istehsalçısıdır. Yəni Kerry Mullis PCR-ı açandan sonra və 83-cü ildə öz Nobel mükafatını alandan sonra bu RT-PCR cihazları kütləvi şəkildə başlandırıldı istehsal olunmağa və bugünkü gündə elmdə RT-PCR cihazların qızıl standartı məhz Applied Biosystem-in cihazlarıdır. Bu cihazlar bizdə Azərbaycan bizim akademiyanın genetika institutunda var, molekulyar biologiya institutunda var və o cihazlarda işlər görülür və təəssüflər olsun ki, Applied Biosystem şirkəti sonra 90-cı illərdə Lab Texnology şirkəti tərəfindən alınmışdı və 12-ci Can deyəsən sizin səsiz. ildə çalışması artıq müzakirə olunurdu. Və əlbəttə ki, bu mənim üçün bir yenilik idi.
ən çox da artıq o zamanlar orada uşaq onkologiyası, Melt-Körf, Поточки плавления, ərimə temperaturu ilə metil qrupların təyini olunurdu və ona uyğun olaraq kimya terapiya təyin olunurdu. Və o zaman mən onda bildim ki, biz doğrudan da nə qədər arxadayıq. Çünki PCR, RT-PCR cihazları bizdə sürətli şəkildə COVID-dən sonra yayımlağa başlandı və bu gün ucqar kənddə belə əgər RT-PCR barəsində danışsam, COVID-in sayəsində bizim həkimlərimiz və mütəxəssislərimiz bu cihaz barədə bilir, iş prinsipini bilir və bu sevindirici haldır. Halbuki ancaq elmlə məşğul olan insanlar 20 il, 30 il bundan qabaq sadəcə deyə bilərdilər bu barədə və mən bir də nəyə qeyd etmək istəyərdim, bizim deməli Bakı Dövlət Universitetində indi kim orada oxuyursa bilir, dağılmış bir vivarimiz var idi və orada həmən vivaridə Tofiq müəllimin, rəhmətli Tofiq müəllimin bir otağı var idi və orada onun bir çox kitabları və köhnə konfranslardan qalmış jurnallar var idi. Deməli, mən orada bir jurnal tapdım. 68-ci ilə bioloqların, Zakavkazya üzrə bioloqların konfransı idi və o zamanlar bizim İnsan və Heyvan Fiziologiyası kafedrası toxumalardan DNT-ni ekstraksiya edirdilər və ekstraksiya və bir neçə növ toxumalardan ekstraksiya olunurdu. Siçovullardan, quşlardan, dovşanlardan və sonra onun mikroskopiyası aparılırdı. Əgər biz baxsaq ki, Kerry Mullis PCR-ı 79-cu ildə icad edib, yəni işləri başlayıb və o DNT-nin ekstraksiyası 70-ci ilin sonlarında gözlənilir. Bu deməkdir ki, bizim Sovet elmimiz nə qədər qabaqda olub və bizim bazı olaraq biologiya elmimiz, fiziologiya elmimiz, burada düşünürəm ki, Abdullah Qarayevin adını çəkmək mütləqdir. Bizim fiziologiya elminin banisi və Abdullah müəllimin fiziologiyanın inkişafında çox böyük rolu var. Və görün, elmin səviyyəsi haradaydısa, 68-ci ildə DNT-ni ekstraksiya edirdilər. Halbuki 90-cı illərdə bu barədə kimdənsə sorsan deyər ki, bilmirəm, hardan oxudunuz. Yəni elm o dərəcədə güclü idi və inkişafda qabaqda idi. 90-cı illər Sovet Azərbaycanının dağılması bizim elmimizi bir neçə pillə yenidən arxaya atdı. Və bu 90-cı illər, 2000-ci illərin əvvəlində bu alimlərin yetişdirilməsində bir boşluq yarandı və o boşluq artıq özünü bugün göstərir. O səbəbdən mən arzu edirəm ki, hər hansı bir gənc xaricdə oxuyursa, xaricdə çalışırsa, o mütləq şəkildə vətənimizə qayıtsın və yerli mütəxəssislərin, yerli kadrların yetişməsində çox böyük rol oynamış olar. Bu bizim vətənimiz üçün vacibdir, mən düşünürəm. Çünki əgər biz elə Türkiyənin özünə baxsaq, Rusiyanın özünə baxsaq, yəni mən hələ Avropadan, Amerikadan demirəm. 61-ci ildə Sovet insanı ilk dəfə olaraq 60-cı ildə
kosmosa Gagarin uçandan sonra Kennedy'nin belə bir çıxışı oldu. Sovyet insanın kosmosa daxil olması onun güclü təhsilin göstəricisidir. O səbəbdən Amerika, yəni Kennedy belə, yəni ə, seçkilər platformasında belə bir fikirlərin biri də o idi ki, Amerika təhsilini gücləndirmək və bizim, yəni Amerikanın təhsili Sovetin təhsilindən qat-qat güclü olmalıdır. Və əlbəttə ki, Amerika öz hədəflərinə nail oldu. Onlar Sovetin təhsilini də dağıtdılar, Sovetin özünü də dağıtdılar, Sovetin ailəsini də dağıtdılar. Hədəf qoyulmuşdur və hədəfə çatdırıldı və bugünkü gündə Azərbaycanın təhsili məhz sıfırdan başlanılır. Düzdür, addımlar çox atılır, amma ki, hər bir şey, belə deyək də, yumruq kimi olmalıdır. Biz bugün təhsil deyəndə Bakı ətrafı şəhərlərdən bilirik ki, danışmaq olar. Amma Azərbaycan tək Bakı və Bakı ətrafı şəhərlər deyil. Bizim tələbələrimiz biologiya ixtisasını Sumqayıtda, Gəncədə, Naxçıvanda, Mingəçevirdə hər bir dövlət universitetində biologiya ixtisası var. Və mən istərdim ki, biologiyada oxuyan tələbələrimiz onu bilsin ki, biologiyanı bitirən şəxs ancaq biologiya müəlliməsi olmaq demək deyil. Biologiyanı bitirən şəxs elmi tədqiqat laboratoriyasında çalışa bilər, neft-kimya laboratoriyasında çalışa bilər, qida, kənd təsərrüfatı laboratoriyalarında çalışa bilər, bir çox özəl şirkətlərdə çalışa bilər, bir çox istehsalçılarda çalışa bilər. İstehsalçılarla çalışmaq, istehsalçılarla tanış olmaq və istehsalçıların məhsulunu alimlərimizə, həkimlərimizə, elmi işçilərimizə təqdim etməkdə bir biologiya ixtisasına malik olan vətəndaşın çox böyük rolu var. Thermo Fisher Scientific bildiyiniz kimi çox böyük bir istehsalçıdır. Demək olar ki, bir nömrəli istehsalçılardan biridir. Molekulyar sahə üzrə adi fabrikalarından, tüblərindən tutmuş reaktivlərinə qədər, cihazlarına qədər. Və 2016-cı ildə Thermo Fisher Scientific Life Technologies brendi aldı. Bu Life Technologies'ın tərkibində isə 7 istehsalçı var idi. Və mən 2015-ci ildə 2 həftəlik Finlandiyanın Vanta şəhərində oldum. Thermo Fisher'ın bazo təlimində oldum. Basic Training təlimində oldum. qPCR, PCR və həmən elmi tədqiqatların hansı sahələrdə istifadə etməsi olar. Əlbəttə ki, Thermo Fisher anlayır ki, hər hansı bir məhsulu bazara çıxartmaq üçün onun bir mütəxəssisi, professional kadro olmalıdır ki, bunu bir elmi işçiyə təqdim etsin. Və o anlayır ki, elmi işçi ilə danışmaq üçün, elmi işçiyə nəsə bir yenilik verməsi üçün Thermo Fisher'ın öz kadrı o alimdən bir addım irəlidə olmalıdır. O səbəbdən bugünkü gündə Thermo Fisher Scientific'də çalışanların 90%-i elə elmi tədqiqat laboratoriyadan çıxanlardır.
Yəni maddi sıxıntılar olur. Bəziləri üçün görürlər ki, elm onların sahəsi deyil və onlar belə bir istehsalçılarla çalışmağa başlayırlar və belə istehsalçılar çoxdur. Thermo Fisher var, Illumina var, eee, Sarsted var, çoxdular. Və Thermo Fisher mütəmadi olaraq il ərzində bir neçə dəfə həm distributorlarla, həm istehsalçılarla görüşlər edir. Bu il ərzində bu mən göstərdiyim olan şəhərlərdə distributor görüşlərdə olmuşam. Distributor görüşləri adətən ildə bir dəfə olur. Lakin hər hansısa mütəxəssis və yaxud da elmi işçi birbaşa olaraq termanın və yaxud da digər istehsalçının, yəni fərq eləməz, bütün istehsalçılar o şəraiti yaradır ki, mütəxəssislər onların zavoduna gəlsin, onların əsas ştab kvartirasına gəlsin və elmi araşdırmalar necə aparılır onu göstərsin. Və bugünkü gündə Thermo Fisher'ın yeni nəsil sekans cihazlarından tutmuş, klassik Sanger sekanslaşma tutmuş bütün cihazları istehsal edir və əgər bir molekulyar mütəxəssisin hansısa bir sorğusu varsa, o sorğuya uyğun olaraq bütün cavablar var. Yetər ki, mütəxəssis müraciət eləsin və hətta şərt deyil ki, siz nəsə almaq istəyirsiniz və yaxud da nəsə mütləq bir şeydə hər hansı bir sualınız olsa, hər hansı bir sorğunuz olsa, siz Thermo Fisher-a həmişə öz suallarınızı ünvanlaya bilərsiniz onların sayt vasitəsilə. Mikrobiologiya ilə maraqlananlar Lefilchem şirkəti var və Lefilchem 83-cü ildə mikrobioloq tərəfindən yaradılmış bir istehsalçıdır. Mikrobiologiyaya aid olan bütün aqarlar, mühitlər, hər hansı nə reaktiv lazımdırsa, mikrobioloji istehsalçı istehsalçı olaraq ləyəfək kimi göstərmək olar. Və 2018-ci ildə mən Bioneer Cənubi Koreyada bir istehsalçı ilə tanış oldum. Və onlar Koreyada mən 2 həftə oldum və onların real time PCR ekstraksiya cihazları ilə tanış oldum. Nu, belə deyək də, qızıl standartı biləndən sonra, məsəl üçün, mən hər bir yeni bir PCR maşını, yeni bir avadanlığı, hər bir şeyi Thermo Fisher ilə müqayisə edirdim və bu bir çox araşdırmalarda da özünü kömək kimi göstərir. 2016-cı, 20-ci illərdə mən Allianz Global ərəb şirkətində MDB üzrə satış mütəxəssisi işləməyə başladım və ümumiyyətlə 2016-cı ildən mənim MDB ölkələri ilə tanışlığım, MDB ölkələrində olan bütün elmi araşdırma mərkəzləri, akademiyaların, institutlarında olan mütəxəssislərlə tanış oldum və artıq mən bizim Azərbaycan elmimizin səviyyəsini digər MDB ölkələri olan mütəxəssislərlə müqayisəsini etməyə başladım. Və mən görməyə başladım ki, hətta o kasıb ölkələr olan Qırğızstan, Tacikistan, bu ölkələrdə elmi araşdırmalar bir başqa cür gedir. Məsəl üçün, əgər onlar magistr yetişdirirsə, bunu mən Duşanbədə, Tacikistanda olanda, Tacik Dövlət Universitetində biotexnologiya kafedrasının müdiri ilə Xurşud
xanımla görüşəndə gördüm ki, onlar öz magistrlarını təcrübə üçün Gürcüstana göndərirdilər və mən ona sual verdim ki, bəs niyə magistrları siz belə göndərirsiniz? O mənə dedi ki, biz öz tələbələrimizə diplom işində elə bir işlər veririk ki, onlar özləri o işi işləsinlər. Və baxmayaraq ki, o laboratoriya bizdə yoxdur, biz onları əməkdaşlıq əsasında digər MDB ölkələrinə göndərib öz işlərini orada yerinə yetirirlər və qayıdıb burada öz işlərini müdafiə edirlər. Məsəl üçün, magistr səviyyəsində, bakalavr səviyyəsində mən burada Azərbaycanda elə bir şey görmədim. Sadəcə ikili proqramda oxuyan tələbələr, Erasmus proqramı ilə oxuyan tələbələrdə məsəl üçün ikili diplom necə olursa, məsəl üçün son 2 illərini gedir Avropanın bir universitetində oxuyur, orada müdafiə edir və qayıdandan sonra həm burada bizim yerli diplomu da alır, oradakı diplomu da burada Təhsil Nazirliyində təsdiqlədir. Və belə bir mən görmüşəm bizdə burada. Yəni ki, tələbə o son ilini, 1-2 ilini orada oxuyur, işini görür, müdafiə edir. Ancaq mən belə görməmişəm ki, bizdə burada kimsə diplom işinə görə 1 semestrlik və yaxud da 2 semestrlik getsin, işini görsün, qayıtsın. MDB ölkələrində tanışlıq belə başladı və orada çoxlu qrantlar oynanılır. Çinlilərlə, yaponlarla. Bizdə təəssüf olsun ki, bu yoxdur. İndi bilmirəm bu nə ilə əlaqəlidir. Düzdür, qrantlar yazılır, amma bizim elm fondu ilə qrantların əksəriyyəti oynanılır. Heç bir beynəlxalq qrantlar olmur. Olanda da gərək İqtisadiyyat Naziri tərəfindən maliyyə təsdiqlənsin ki, o maliyyə respublikaya girsin. Belə deyək də, bizim alimlərimiz bir çox problemlərlə üzləşdiyi üçün artıq qrant yazmaqları da təkcə alimlərə məxsusdur. 2020-ci ildən 23-cü ilin sonlarına qədər mən MCI-də çalışdım. Artıq MCI bizdə yeni sekans cihazların istehsalçısıdır və sekansın yeni texnologiyasına, nanobol texnologiyası ilə çalışan cihazdır. Və bugünkü gündə yeni nəsil sekans cihazlarında biz Thermo Fisher'la, Illumina ilə adı çəkən istehsalçılarla bərabər bugün artıq Çin şirkətlərində adını çəkə bilərik. MCI var, Junmind var və biotexnologiyada bu cihazların rolu əvəz olunmazdır. Və bugünkü gündə əgər təbabət personalizovanada fərdi təbabətə keçmək istəyirsə, burada yeni nəsil sekansların rolu çox böyükdür. Fərdin genomun öyrənilməsində, fərdin egzomun öyrədilməsində çox böyük nəticələr əldə etmək olar və bütün xəstəliklərin problemini kökdən həll etmək olar. Düzdür, hələ ki bir analizin qiyməti adi insan üçün çox bahadır, amma ki bu realdır və hər bir xəstəliyin profilaktikası daha ucuz başa gəlir. Nəinki artıq xəstələnmiş və bir neçə stadiyanın sonlarında olmuş. Mən ümid edirəm ki, düzdür bizdə diamet
istehsalçısı var. O şpritslərlə məşğul olur və bugünkü gündə bəzi reaktivləri də istehsal edir. Biotexnologiyanın əsas istiqaməti dərmanların istehsalı, reaktivlərin istehsalı, e, cihazların istehsalı və əgər biz qonşu ölkələrə baxsaq, Özbəkistana, Qazaxstana, onlarda artıq bu 10 illiklər də var. Yəni PCR reaktivləri olsun, ekspres testləri olsun, sərf vasitələri olsun, molekulyar laboratoriya üçün, onlar hər bir şey özləri istehsal edirlər və mən ümid edirəm ki, bu bizdə də olacaqdır. Çünki biotexnoloji üsulların, metodların bir çox sahədə istifadə etmək olar. Bu kənd təsərrüfatından tutmuş, qida sənayesindən tutmuş, tibbə, hər bir sahəsinə, elmin hər bir qolunda. Bu gün məsəl üçün hər bir elmin istiqamətin molekulyar səviyyəsi, molekulyar istiqaməti öz inkişafını tapır. Ona görə mən arzu edirəm ki, hər bir gənc öz yolunu tapsın. Avropada oxumaq istəyirsə oxusun, biliklərə yiyələnsin və o təcrübəni sonra gəlib bizim kadr yetişdirilməsində böyük rol olsun. Çünki necə deyirlər, elmin vətəni olmasa, amma hər bir alimin vətəni var. Və mən istərdim biraz bu istiqamətdə bir neçə söz deyəm. İlk öncə Əbdülə təşəkkürümü bildirirəm, bu fürsəti yaratdı və biz Neyra Elm platforması ilə, Əbdülün platforması ilə birgə sentyabr ayından istəyirik molekulyar təlimlərə başlayaq. Bu təlimlər də olacaq, seminar da olacaq, treninqlər də olacaq. PCR-ın, molekulyar biologiyanın, molekulyar genetikanın əsasları bazı olaraq hədəfimizdir. Adi laboratoriyada necə çalışmaq lazımdır? Adi molekulyar laboratoriyanın qurulması, lazım olan avadanlıqlarda hansı avadanlıqlardır? Bu avadanlıqlarda necə çalışmalıyıq? Hər bir şeyi biz hədəfə götürmüşük. İlk olaraq nuklein turşuların ekstraksiyasıdır, farez hissəsidir, RT-PCR hissəsidir. Yəni bizim bir neçə şirkətlərlə indi danışıqlar aparılır və mən ümid edirəm ki, bu təlimlər bir çox gənc üçün maraqlı olacaqdır. Hətta hər hansı bir diplom işin yazılmasında belə biz köməklik də göstərə bilərik. Məsəl üçün, real-time PCR cihazında eksperiment qoymaq istəyirsiniz. Bu cihaz məsəl üçün bizdə Vitamin Texnik şirkətində var. 7500 cihazıdır Applied BI sistemin və siz burada hər bir sərfiyyatını özünüz almaqla bu cihazlardan istifadə edə bilərsiniz. Spektrofotometrdə nəsə ölçmək istəyirsiniz, həmən cihazımız var. Sentrifuqalarımız var, PCR kabinlərimiz var. PCR üçün ekstraksiya etməkdə hər bir şeyimiz var. Siz bu fürsətdən istifadə edib öz elmi istiqamətini daha da dərinləşdirə bilərsiniz. Düşünürəm ki, söhbətimiz maraqlı oldu, amma heç kəsdən mən bir paralel olaraq sual eşitmədim və kimin nə sualı varsa buyurun, cavablandırmağa hazıram. Təşəkkür edirəm Əvvəla Şönül Buyurun. xanım. Minnətdaram çıxışınız üçün. Çox informativ çıxış oldu. Dostlar, kiminsə sualı varsa buyura bilər.
Məsəl üçün Mən də suallar müxtəlif ola bilər. Elmi araşdırmadan tutmuş, hətta bugünkü gündə bəlkə işlə necə təmin olunmaq olar, molekulyar sahədə buyurun, mən cavablandırmağa hazıram. Əvvəla mən də hamınızı salamlayıram. Bu ayrı bir məsələ. Minnətdarlığımı da bildirirəm ki, belə bir şey təşkil olundu Tamam, və sizə də minnətdarlığımı bildirirəm ki, bu buyurun. gözəl bir prezentasiya ilə bizi məlumatlandırdınız. Əslinə qalsa prezentasiya çox açıqlayıcı oldu və siz özünüz bir növ sual yaranan anda elə açıqlamanı da verirdiniz. Ona görə də müdaxilə eləmək istəmədim. Ancaq Buyurun, təbii, yekun bir sual olaraq belə bir versək, mənim buyurun. gələcək üçün planlarımda təbii ki, Avropada təhsil var və əsasən təhsilimin fokus nöqtəsi neyroelmdir, neuroscience-dir. Təbii ki, burada Hı hı. molekulyar yanaşmalar xüsusi əhəmiyyət kəsb edir hələ 21-ci əsrdə. Onu da deyim ki, bu axırda dediyiniz bu xoş xəbər də həqiqətən çox xoş oldu. Ümid edirəm ki, gələcəkdə bütün şərtlər uyğun olarsa, imkanlar uyğun olarsa, mən də qatılmaq istəyərdim bu layihəyə. Sentyabrda dediyiniz həmin layihədən bəhs edirəm. Qaldı Aha, ki, bu araşdırmalara əslində qalsa Azərbaycan üçün o qədər də inamım yoxdur, nə mənada? Çünki bizim elə böyük biotexnoloji şirkətlərimiz də yoxdur. Ancaq mümkündürmü, məsələn, bu barədə eşitmişəm, ancaq detallı məlumatım yoxdur. Məsələn, Thermo Fisher olsun, Bayer olsun kimi böyük biotexnoloji və dərman şirkətləri zaman-zaman master ola bilər və böyük ehtimal əsasən doktorantura, PhD dərəcəsində bir növ layihələr elan edirlərmi və yaxud da bunlar bəli, elmi bəli. araşdırmaların sırf Hə, aparılması üçün, yəni bəli, iş yox, sırf elmi araşdırmaların aparılması üçün bəli. bir vakansiya elan edirlərmi? Və eləyirlərsə biz bunlara necə apply edə bilərik, müraciət edə bilərik? Aha. Çox təəssüflər olsun ki, baxın mən, MGI-də çalışanda, Thermo Fisher-da da olur. Onlar, qrant layihələr elan edirlər və bu qrant layihələr adətən Orta Asiya ölkələri üçün nəzərdə tutulur. Adətən bu Qırğızstandır, Tacikistandır, Qazaxıstandır və, mən həmişə düşünmüşəm ki, axı niyə biz Azərbaycan orada yoxuq və, ımm Thermo Fisher'ın özündə çalışanların və MGI-nin özündə çalışanların və hətta mən bu sualı verdim və, belə deyək də, istənilən cavabı təəssüf ki, almadım. Deməli, bu qrant layihələr, yazılanda onlar, ölkənin, maddi olaraq, iqtisadiyyatına baxırlar. Ümumiyyətlə Azərbaycan bütün dünyada varlı bir ölkə, neft ölkəsi kimi, hər kəsin o deyilir şüur altında elə təqdim olunub. Yəni hara biz getsək, hansı ölkəyə biz getsək, həmişə bizə dedilər ki, "You are from rich country." Yəni biz varlı bir ölkədənik və o səbəbdən onlar düşünürlər ki, bizdə burada elmi araşdırmalara kifayət qədər pul ayrılır və ona başa düşə bilmirlər ki, bizdə o pul ayrılır və elmin səviyyəsi niyə elədir? Çünki bir dəfə mən 2015-ci ildə Thermo Fisher'ın, kriminalistika sahəsi üzrə, bir beynəlxalq konfrans keçirilmişdir və orada mənə, belə bir sual verdilər ki, niyə sizdən heç bir mütəxəssis bu tip konfranslarda iştirak etmir? Yəni ancaq Thermo Fisher'ı nəzərdə tutmurdu. Ümumiyyətlə ölkə, dünya üzrə. Və, mən sözün düzü bilmədim suala necə cavab verim. Çünki, bu biraz, mənim bilmədiyim bir tərəflərdir. Amma ki, istehsalçılar tərəfdən məsəl üçün, Illumina şirkəti var, bəlkə eşitmiş olarsınız. Yeni nəsil sekans cihazları istehsal edir. Mən, Allianz Globalda çalışanda, 18-ci ildə elə bir qrant elan olunmuşdur, bütün MDB ölkələri üzrə və o vaxtı mən bizim, qida institutuna bu barədə məlumat verdim, və əlbəttə ki, orada şərtlər var da, deadline belə bir şey.
və dedim ki, siz öz istiqamətinizdə burada istifadə edə bilərsiniz və həm Thermo Fisher sizə maddi kömək edir, həm də ki, siz öz tədqiqatlarınızı da onların belə deyək də, ştab-kvartirasında apara bilərsiniz. Təəssüflər olsun ki, onu heç kəs yazmadı. Bilmirəm niyə. Və yaxud da məsəl üçün MGI-da 2 il bundan qabaq Orta Asiya ölkələri üçün var idi elə bir qrantlar. Və onların saytlarını mütəmadi olaraq check-up edəndə onlar hamısı görünür. Eee, və yaxud da distributorlar, indi Thermo Fisher Scientific'in distributoru Avrameddir və onlar, mən düşünürəm ki, elan etməlidir. Çünki adətən distributorlar, ildə heç olmasa 2 dəfə görüş keçirirlər. Elmi araşdırmaçılar olsun, həkimlər olsun, tələbələr olsun və nə yeniliklər varsa bu barədə detallı olaraq, məlumat verirlər və mən özüm Allianz Globalda və MGI-da çalışdığım zaman, bir dənə onu, belə deyək də, vurğulamaq istəyirəm ki, əgər kimsə hədəf qoyubsa xarici şirkətdə çalışmaq, vətənində yaşamaq şərti ilə indi o remote işlər var da, hibrid olaraq və ya da remote olaraq, bu realdır. Sadəcə, o background, mütləq şərtdir. Məsəl üçün, mən artıq, MGI-yə gələndə artıq Allianz Global'ın, experience-ı mənim üçün bir plus idi. Bugünkü gündə əgər mən hansısa bir, istehsalçıda bir iş axtarıramsa, artıq MGI mənim üçün bir plusdur. Məsəl üçün, bu gün, bizim Gürcüstanda Oxygen Solution istehsal şirkəti var. Onlar, nuklein turşuların ekstraksiya edən reaktivləri artıq, istehsal edirlər və, ərəb ölkələrinə və yaxın şərqə bazarına artıq satışlarını edirlər və MDB bazarına, çıxmaq istəyirlər. Onların MDB ölkələri üzrə nümayəndəsi hal-hazırda mənəm və təəssüflər olsun ki, hələ ki price list yoxdur, ona görə bilmirəm. Amma ki, Özbəkistanda biz bir neçə, institutlara, hətta tibb, universitetinə 2 qutu reaktivi təqdim etdik. Yəni onu prob eləsinlər, baxsınlar keyfiyyəti necədir, öz istifadə etdiyi, reaktivlərlə müqayisə etsinlər. Məsəl üçün, əgər kiməsə, bu ekstraksiya kiti lazım olsa 20 nümunəlik üçün, mən məsəl üçün Oxygen Solution-dan deyə bilərəm ki, məsəl üçün, filan institutun filan laboratoriyası üçün bizim, reaktivlərlə maraqlandırırlar və siz o reaktivlərdən istifadə edə bilərsiniz. Amma ki, o qrantlar hər bir istehsalçıda var və, sadəcə o şirkətlərdə çalışanlardan kimsə bir yaxın tanış belə deyək də, biz bildiyimiz Avropa və Amerika, o bildiyimiz Avropa və Amerika deyil. Orada da, tanışlar, orada da ilk öncə tanıdığı adamları lap elə işə götürürlər və yaxud da masterə götürürlər və yaxud da PhD-yə götürürlər. Ondan sonra qalan vakansiyanı, açıq elan edirlər. Məsəl üçün, mənim Qazaxıstanda MGI-də çalışanda bizim bir distributorumuz var idi, Vel şirkəti. Onun oğlu, Avstraliyada həm bakalavr oxudu, həm magistr da oxudu və qayıdıb, vətəninə Qazaxıstana. Mən ona sual verdim ki, bəs masteri də bitirmisinizsə, bəs niyə PhD-ni bəs davam etmədiniz? Yəni, artıq sizi orada yaxşı tanıyırlar. O qayıtdı dedi ki, mən, immunologiyanı götürmək istəyirdim və artıq hər bir, professorun bakalavr pilləsindən gözaltı etdiyi bir tələbə olur. Və o gözaltı elədiyi tələbə üçün şərait yaradılır, o magistra daxil olsun, sonra da PhD-yə daxil olsun. Və, çox dedi təəssüflər olsun ki, PhD-yə 2 yer verilmişdir və o 2 yer artıq bəlli idi 2000 üçün. O səbəbdən də o qayıtmışdır. Belə bir şeylər də var. Yəni biz düşünməyək ki, orada da hər bir şey, açıq və gözəl bir şəkildədir. Yəni
hər ölkənin, hər bir yerin öz, belə deyək də, yazılmayan qanunları da var. Düzdür, xaricdə yaşamaq, xaricdə oxumaq, ilkin olaraq bu adaptasiya prosesi biraz zaman götürür. Amma ki, əsas odur ki, istək olsun. Hər bir, çətinliyə tab gətirmək olar. Sadəcə, hər bir yerdə öz ehtiyatınızı görməlisiniz. Aa, bir sualım daha olacaq. Siz Buyurun, buyurun, mümkün buyurun. vaxtınız varsa. Aa, Bəli, bəli. siz bu çıxış zamanı bir neçə dəfə vurğuladınız bu background məsələsini. Bəli. Məsələn, mən hal-hazırda bir bakalavr tələbəsiyəm və bu il artıq sonuncu kursumu oxuyacağam. Yaxşı. İxtisasım da baytarlıq tibbidir bu arada. Yəni Azərbaycanda oxuyuram, bakalavrda, məktəbdə burada qurtarmışam. Məsələn, hansı tip background bizə imkan verərdi? Məsələn, şəxsən mənim situasiyamda mənə imkan verərdi ki, istər Avropanın, istər Amerikanın, ancaq əsasən mən fokuslanmışam Avropaya və Mərkəzi Avropaya. Almaniya, İsveçrə, ola bilər qitə Avropasından kənar İngiltərə, Fransa daha aşağı ehtimaldır. Yəni bu tip ölkələrdə ciddi universitetlərə, yəni elit dediyimiz universitetlərə qəbulda, burada elmi araşdırmaların aparılmasında, yəni məni bir addım önə çıxaracaq bir background nə ola bilərdi? Ancaq təbii ki, Azərbaycan şərtlərində əl çatan olsa sevinərəm. Bilirsiniz şərtləri. Ah, ımm, əslində məqalə elmin göstəricisidir. Məqalə. İnanırsınız, məqalə ilə bağlı mən dəfələrlə məsələn öz universitetimizdə olsun, hətta yeri Amma gəlib baxın, amma, universiteti ilə buyurun. mən məqalə, nəzərdə tuturam, Azərbaycan jurnallarında yox. Yəni, Elə ə, yəni müraciət eləmişəm, olmur. Yəni müəllimlər belə bu işə çox məsafəlidirlər. Yəni ciddi məqalələr. Söhbət Science-da, Nature-da, Springer-də bunlarda eləmirlər. çünki bilirsiniz necə, bizdə burada, normal bir məqaləni yazması üçün onun eksperimenti qoyulmalıdır. Məsəl üçün, əgər mən, bu şirkətlərdə çalışmasaydım, mən öz nə magistr, nə PhD-nin, eksperiment hissəsini, qoya bilməz idim. PhD-də düz cihazından tutmuş, reaktivlərinə qədər, özüm almışdım. Özüm almışdım deyəndə şirkətin köməkliyi ilə və, o eksperimentlər elə qoyulmuşdu. Çünki hətta, aaa, Polşanın bir jurnalı var idi. Məqalə göndərmək istədim. Mənə yazdılar ki, minimum 800 nümunə üzrə eksperimentin statistikası olmalıdır. Və baxmayaraq ki, mən 500, heyvanın üzərində aparmışdım, mən məcbur oldum o 800-də edim. Düzdür, o hər bir o imkan dairəsinə baxır da. Yəni, bugünkü gündə tələbə, o reaktivin alınmasında özə nəzərə alsaq ki, tələbə heç bir yerdə işləmir, ya anası, atası köməklik eləməlidir və yaxud da özü hardasa işləyib bunu eləməlidir. Yəni məqalə göstərici deməkdir. Çünki, ımm, mən bu suallara ancaq sizə necə köməklik edə bilərəm? Hər hansı bir, supervisorla, professorla şəxsi tanış olduqdan sonra o sizə özü istiqamət göstərəcəkdir. Məsəl üçün, molekulyar, fiziologiyada, eee, Münxendə Texniki Universitetdə bir professor var. Onunla mən LinkedIn vasitəsilə tanış olmuşdum. O məni bir konfransa dəvət etdi. Konfransda, tanış olduğumuzdan sonra və biraz o background hissəni danışdıqdan sonra onlar artıq, sizi, özləri təklif edirlər ki, siz burada öz işinizi edə bilərsiniz və biz sizə də kömək edə bilərik. İlkin olaraq 1 aylıq, 2 aylıq gedirsiniz, sonra 3 aylıq gedirsiniz. Çünki, PhD-yə siz indi əvvəlcə hələ masterə gedəcəksiniz də. PhD-yə getməsi üçün çünki, eee, getməsi üçün sizə həm recommendation letter lazım olacaqdır.
həm burada olan bir supervisor'ın məktubu lazım olacaqdır və o supervisor'ın da hətta məsəl üçün elə jurnallar var ki, onlar sizin elmi rəhbərinizin eee, curriculum vitae, avtobioqrafiyasını istəyir və onlar baxırlar, baxsınlar, görsünlər ki, bu alim özü nə ilə məşğul olubdur ki, onun yetişdirdiyi namizəd də nə olsun. İlk olaraq siz hədəf olaraq bir universiteti seçməlisiniz. Hər bir universitetin də international bölümü var və orada e-mail olaraq hər bir sualınızı yazmalısınız və sizə orada normal olaraq hər bir şey cavab gələcəkdir. Məsəl üçün baytarlıq elmini məsəl üçün mən məsləhət görərdim Almaniyada. Almaniyaya gedəcəksinizsə deməli alman dilini bilməlisiniz. Və yaxud da ingilis dilidirsə, o artıq orada prestijli universitet IELTS 7,5 üzərə istəyir. Yəni C1 səviyyəsi. B2 baxırdı indi hansı universitetlərdir də. Almaniyada da alman dildə minimumda B2 olmalıdır və siz ora getdikdən sonra siz orada hələ 1 il qalıb alman dili kursu keçəcəksiniz C1 səviyyəsi üçün və sonra başlayacaqsınız oxumağa. Aa, dil- Siz burada baytarlığı Xəzərdə oxuyursunuz yoxsa aqrarda? Azərbaycan Dövlət Aqrar Universiteti Gəncə şəhəri. Ha. Sizin dediyiniz tip, yəni məsələn məqalə və yaxud elmi araşdırmalar, düzdür, mən gələcək neuroscience planlaşdırsam da bakalavr dövründə oxuduğum bir məqalədən yola çıxaraq çox maraqlı bir əslində molekulyar biologiya və mikrobiologiya tərəfindən bir layihə ağlıma gəlmişdi. Ideonella sakaiensis bakteriyalarının biodegradasiya qabiliyyətinin araşdırılması. Çünki bu o qədər də araşdırılmış mövzu deyil. 2016-da kəşf olunub zaten bakteriya. Və bu barədə Ada Universitetində məşhur Asif Ömərov, bəlkə eşitmisiniz. Bəli, şəxsən də tanıyıram. Necə? Mən də çox yaxşı tanıyır. Hətta İsmail desəz tanıyacaq. Yəni onunla oturduq və mən bu Asif müəllimə dedim ki, bəs bunu eləyək falan peşman. O da dedi, çox gözəl bir şeydə detallarını da danışdım da, yəni bunu necə edə bilərik? Yəni sırf belə, bunu eləyək demədim. Yəni necə gedə bilər bu proses, onu da anlattım. Və şeylədi, dedi ki, çox gözəldir, çox əladır, ancaq gözləmək lazımdır, daha doğrusu axtarmaq lazımdır bir necə deyirlər, scholarship tərzi bir şey də indi söz anlamına gəlmiş. Yəni maddi dəstək olmalıdır ki, biz bu prosesi həyata keçirək. Əslində bu nəhəng bir layihə də deyil, belə CERN laboratoriyası qurmaq da ehtiyac yoxdur buna. Əslində bəsit bir kimya laboratoriyası məsələn universitetlərimizdə olsaydı, biz bunu həyata keçirə bilərdik və ya xariclə əlaqədar olub, məsələn Yaponiyada kəşf olundu bu bakteriya. Bunu oradan gətirmək falan əlaqədar olsaydı, gətirə bilsəydik və mən bunu dediyimdə 3-cü kursdaydım, artıq 5-ci kursa keçirəm. Yəni məsələn bu olsaydı bu dəqiqə ən azından bir məqaləmiz olmuş olacaqdı əlimizdə və mənim də adım orada çıxacaqdı. Ancaq təəssüf ki, bu fikirlər olsa da bunun layihələşdirilməsi, reallaşdırılması əsasən maddi səbəblərə görə arxa plana atılır. Özümün məsələn beynimdə konkret universitetlər var Avropada. Yəni xüsusən Almaniya mən düşünürəm onsuz da. Düzdür, baytarlıq olaraq düşünmürəm. Burada neuroscience olaraq düşünürəm. Ancaq bir life science çərçivəsində məncə əlçatandır. Əslində sizdən əvvəlki spikerlərlə də danışarkən onlar da vurğuladılar ki, bəs get oradakı layihə rəhbərlərinə yaz, elə. Əslində qalsa biraz utanıram mən. Hərçənd nə qədər Polşaya gedib orada təhsil almışam Erasmusla elə keçən. İçimdə bir sanki narahatlıq var ki, məsələn mən Göttingen Universitetinə çox belə həvəsliyəm ora. Baxmışam layihələrinə falan neuroscience-də. Ancaq məsələn Göttingen Universitetinin neuroscience bölümünün o başqanına yazarkən, yəni sanki bir növ həm utanıram, həm də biraz qorxuram. Nəyə görə? Bəlkə yazmasam qəbul ola bilərəm.
yazsam daha aşağı düşər bəlkə bu ehtimal. Çünki nəticədə nə bilim doğru bir şəkildə yazmaram, doğru bir müraciət olmaz. Sanki elə çıxar ki, hə mən gəlirəm, siz orada mənim yerimə hazırlayın falan belə Yox, bir şey kimi çıxar. yox, yox. Yox, siz o barədə narahat olmayın. Siz ümumiyyətlə hər bir yazılan e-maila xarici universitetlər cavablandırır. Yəni burada bizimkilər bilmirəm eləyir, cavablandırır, yəni o barədə siz narahat olmayın və onlar sizin bilmədiklərinizi sizə kömək edib yol göstərəcək və nəsə istiqamət vermək lazım olsa sizə istiqamət də verəcəklər. Məsəl üçün, əgər siz desəniz ki, məsəl üçün mən sizdə oxumaq istəyirəm. Ona sizə yazacaq məsəl üçün, ilk öncə alman dili səviyyəniz bu olmalıdır, IELTS səviyyəniz bu olmalıdır. Prestijli universitetlər bakalavr qiymətlərə də baxırlar, onu da sizə yazacaqlar. Yəni burada utanılası bir şey yoxdur. Əsas odur ki, siz doğru supervizoru tapın və o supervizora yazın. Və məsəl üçün, mən çalışdığım Vita Elmi Texniki şirkəti həmişə elmə dəstək olub və hər hansı bir layihələr də olursa, o onu maddi olaraq da dəstəkləyib. Yəni bunu şəxsən öz təcrübəmdən deyə bilərəm. Bir çox həkimlərimizi, araşdırmalarımızı konfranslara da göndərmişik. Nəsə bir, məsəl üçün deyilirlər ki, reaktivə büdcəm bu boydadır, endirimlər həmişə olub. Ona görə mən Əsəf müəllim, nə bilim, indi bəlkə o indi Ada Universiteti bəlkə belə bir projeləri maddiləşdirmir. Əslində Ada üçün o heç bir şeydir. Həm də biz bir şeyi nəzərə almalıyıq da, Ada Universitetində təbiət elmləri departamenti yoxdur. Bəlkə orada təbiət elmləri departamenti ayrıca olsa, onların laboratoriyası olsa və hər hansı bir elmi araşdırma aparılsa, çox güman ki, sizin bu proyektinizdə dəstəklənərdi. İnanırsınız, Ada Universitetini hələ qoyaq kənara, biz öz Aqrar Universitetimizdə bir böyük bir laboratoriya qurmaq istəyirik. Bəlkə Asəf müəllim sizə deyib ya da eşitmisiniz falan, böyük bir layihə var idi elə. Mən də o layihənin bir düzdür, yəni işçi olaraq daha çox laboratoriya şeyi olaraq olacaqdım. Bu Krım-Kongo qızdırmasının Azərbaycanda araşdırılması. Məsələn, onu Amerika sponsorluq eləmişdi. Amerikadan ancaq təsdiq alınsa da Azərbaycandan təsdiq alına bilmədi. Yəni, məsələn, layihə yarıda kəsildi, heç davam eləyə bilmədi. Yəni, bu tip problemlərlə maddi idi. Səbəb nə idi? Bəs imtina oldu, maddi oldu. Yəni, əslində maddi tam olaraq qarşılanırdı Amerika tərəfindən. Azərbaycan dövləti Amerikanın belə böyük bir məbləğdə Azərbaycana pul transferini yəqin ki, o qədər də tolerantlıqla qarşılamayıb. Yəni deməyim, mənə Asəf müəllim elə bir şey demədi, sadəcə özümün bir düşüncəsidir ki, bu yəqin ki, belə böyük pul məbləğləri. Mən məsəl üçün bilirəm ki, Xəzər Universiteti hardasa 2-3 il bundan qabaq 2 milyonluq qrant utmuşdu. Lakin İqtisadiyyat naziri təsdiqlənmədiyi üçün o pul, o layihə baş tutmadı. Onu mən bilirəm. Ümumiyyətlə elə qrantlar da çox olub. Məsəl üçün onkologiyada keçən il 1 milyonluq qrant utmuşdular. Lakin İqtisadiyyat nazirindən keçmədiyi üçün o qrant gürcülərə keçmişdi. Yəni belə şeylər eşitmişəm. Ümumiyyətlə qrant layihəsi vasitəsilə ölkəyə pulun girməsi biraz çətindir. Çünki belə deyək də, ölkə rəhbərliyi biraz başqa cür yazır da. Elə bilirlər ki, o pullar başqa istiqamətə gedir. Amma o elə olur. Yəni dediyim kimi, məsələn, o layihə tutsaydı, o layihə baş tutsaydı,
Bizim Adaon Universitetini qoyaq kənara. Orada ümumən Life Science departamentinin yaradılması da uzun çəkəcək bir prosesdir. Bizdə məsələn baytarlıq tibbi laboratoriyası qurula bilərdi və buradan çox rahatlıqla eksperimental işlər aparıla bilərdi mikrobioloji olaraq və bu xəstəlik də araşdırıla Aydın. bilər. Çünki çox maraqlıdır həqiqətən. Çox basic səviyyədə O həm də bioloji silah da ola bilərdi də. Ümumiyyətlə ona bu mikrobiologiya ilə bağlı biraz təhlükəli sahədir. Məsəl üçün həmən Özbəkistanda da Amerikalılar o laboratoriyanı qurmuşdu və onlar öz araşdırmalarını aparırdılar. Belə deyək də, Amerika Grant adı ilə bu MDB ölkələrinə daxil olur, amma öz siyasi işlərini də davam etdirirlər. o Asiyadakı Özbəkistan dedikdə səhv eləmirəmsə elə. Bəli, Özbəkistanda, bəli. Məsəl üçün Özbəkistanda o bunlarda bu COVID-in SARS-CoV-1 artıq 2001-ci ildə onlarda epidemiya var idi o. Mən məsəl üçün bu ilin may ayında Özbəkistanda olmuşdum və İdman Təbabəti Akademiyasında olmuşdum və orada mənə dedilər ki, bəs Amerikalılar bunlara kömək eləmişdi. Molekulyar laboratoriya qurulmuşdu, elmi işlər gedirdi, amma paralel olaraq onlar öz siyasi işlərini də aparırdılar. Və ölkə prezidenti biləndən sonra ki, onlar burada bioloji silahın tədqiqatı ilə də məşğul olurlar, ümumiyyətlə sual ortaya çıxdı ki, kim vəbşə bunlara icazə verdi ki, vəbşə ölkəyə gəlsinlər. Ona görə mikrobiologiya ilə bağlı bilirsiniz, Amerika çox şeyi bizə demir. Məsəl üçün, bəlkə siz biləsiniz, bu 2003-2017-ci illərdə bizdə burada Amerika şirkəti var idi. Müdafiə Nazirliyində mikrobioloji laboratoriyaların qurulması gedirdi və o laboratoriyalar indi də var. Bu Taunəreyxyandan stansiya, sonra bu infeksion xəstəxanalarda. Onlar bizim bütün klassik ştamların hamısını aldılar. Hətta Sibirskaya yazva, Sibirskaya yazva Azərbaycanca nədir? Qara yaranı da aldılar, qara yaranın ştamını. Məsəl üçün, burada sual doğrulu. Niyə? Qara yara onların nəyinə lazımdır? Çünki keçmiş Sovet ölkələrində rast gəlinən qara yara ştamları Amerikanın özündə yoxdur. Burada bu siyasi suallar olduğu üçün ona görə elə bir toqquşmalar olur. Elə bu barədə çox eşitmişəm. Onu da deyim ki, bu Özbəkistanda Səmərqənddəki laboratoriyanı quran heyətin nümayəndəsi, yəni idarə heyətinin nümayəndəsi Polşada mənim koordinatorum idi, Professor Klokeviç. O məni gördü, dedi, sən Azərbaycandansan, mən Səmərqənddə işləmişəm. Nə işləmişsiniz? Orada böyük bir laboratoriya qururduq. Elə indi siz dediniz, ağlıma gəldi. Çünki orada sürətli şəkildə zaxı qadınlar hamısı tələf olurdu. Və sonra araşdırmalar nəticəsində məlum oldu ki, Amerikalılar tədqiqat apardığı laboratoriyada, virus laboratoriyadan çıxmışdı və o su damcı ilə yayılıb əhalinin yarısını, belə deyək də, qırmışdı. O COVID-in, məsəl üçün, indi fikir vermişsiniz, SARS-CoV-2-dir. SARS-CoV-1 isə 2000-ci ilin əvvəllərində olub. Bu barədə detallı məlumatım yoxdur, ona görə bir şey deyə bilmirəm. Ancaq mənim də məsəl üçün məlumatım yox idi. Bu məlumatı mən bu may ayında Daşkənddə olanda mən onu da bilmişəm. Yəni Magdeburg olduğu kimi Magdeburgda da bilirsiniz virus laboratoriyadan yayılmışdı Almaniyada. 2000-ci illərin başı idi, yoxsa elə o vaxtlar idi. Minnətdaram. Buyurun. Nə sualınız olsa, buyurun, həmişə cavablandırmağa hazırıq, köməklik də göstərə bilərik. Çox sağ olun, hər şey. Sağ olun, buyurun. Dostlar, Kənan xanım üçün başqa sualı olan var?
Ə, Belə görürəm ki, heç bir kəsin sualı yoxdur. Hı hı. Çox çox təşəkkür edirik. Siz sağ Zaman olun. ayırdınız Siz əsəbinizə sağ olun. görə, vaxtınıza görə, öz belə deyək də, neçə illər ərzində yığdığınız təcrübəni Buyurun. bizimlə qısa müddətdə olsa bölüşdüyünüzə görə və çox dəyərli Buyurun. məlumatlara görə, Buyurun. informasiya. Sadəcə sadəcə son cümləni onu demək istəyirəm ki, Avropalılar, Amerikalılar bizi kimi insanlardır. Yəni onlardan çəkinməyə dəyməz. Yəni bizim nəzəriyyəmiz, bizim güclü alimlərimiz var, olub və düşünürəm ki, olacaq. Yəni həmişə irəli gedin. Təşəkkür edirik. Buyurun, sağ Şöhrət olun. edirəm. Sağ olun, çox sağ olun. Sağ Çox olun. sağ olun. Çox sağ olun siz də dostlar. Növbəti buraxılışlarda, növbəti görüşlərdə, seminarlarda görüşənədək. Sağ olun. Çox sağ olun. Çox Sağ sağ olun. olun. Gözlə.